Baxırıq günün informatika suallarından 40-cı suala. Deməli, uyğunluğu müəyyən etməyimiz istənilir. Detektorlar, müfəttişlər, vaksinlər, bunlar antivirus proqram növləri idi. Bunlardan başqa bizim həkimlərimiz və filtr keşişçilərimiz vardı. Gəlin görək hərəsinin funksiyası nədir? Filtr və ya keşişçi rezident proqram olmaqla təhlükəli əməliyyatlara nəzarət edir. Yəni keşişçinin işi nəzarət etməkdir. Onu əsasən yadda saxlamaq olar. Detektor axtarış məqsədi ilə, yəni əməli yaddaşda və ya xarici qurğularda virusların axtarışını təmin edir. Həkim və antiviruslar, həkimin işi bir növ müalicə etməkdə, yəni virusu təmizləməkdir. Virusların aşkar edir və zərərsizləşdirilməsinə imkan verir. Bu antiviruslarımız çoxdur. Dr. Web, Norton antivirus, iGest, Kaspersky antivirus və s. Panda. Müfəttiş proqramı isə kataloqların, proqramların fayllarını və sistem sahələrinin məzmununu yadda saxlamaqla dövrü olaraq cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Müqayisə etmək sözündə müfəttişdə yadda saxlamaq olar və immunizatorlar və vaksinlər elə bir funksiyanı yerinə yetirirlər ki, sanki kompüteri virusa yoluxmuş kimi göstərirlər və vaksinləşdirərək yoluxmanın qarşısını almış olurlar. Buna əsasən variantlarımıza baxaq. Deməli, detektorlarımız hansılar olacaq? Hər hansı məlum virusa yoluxmuş faylları aşkarlamağa imkan verir. Olacaq C. Müfəttişlər proqramların, disklərin sistem sahələrində ilkin yoluxmamış və hesab olunan durumları haqqında məlumat saxlayır və sonra istifadəçinin müəyyənləşdirdiyi vaxtda onları cari vəziyyətlə müqayisə edir. Olacaq Y variantı və vaksinlər iş qabiliyyətlərini saxlamaqla proqramları elə dəyişdirir ki, onlar virusa yoluxmuş kimi görsənsin. Bu da olacaq A variantı. Nəticəmiz 1-ə C, 2-yə E, 3-ə də A olmuş olacaq. Bu qədər.